Sizin eyni qrup yoldaşı olmağınız, eyni təhsil almağınız hansı düzgündür sizcə? Kərim Abbasov düzgün fikirdədir, yoxsa yoxsasını özünüz başa düşdünüz, sənət üçün davam etmək? Bəli, mən aydındır başa düşdüm. Başlayaq oradan ki, Teymur müəllim vokal sinifini bitirib, mən dirijor. Yəni biz İxtisaslar fərqlidir. Bəli, Bakı Musiqi Akademiyasını bitirsək də kurs fərqi ilə fərqimiz olsa, yəni bir dövrdə oxumuşuq, dövr. Yəni mən onu görmüşəm, o məni görüb, bir yerdə oxumamışıq. Yəni konservatoriyada bir yerdə olmuşuq. O vaxt konservatoriya, indi Milli Bakı Musiqi Akademiyasını oxumuşuq. Teymur Əmrah gözəl, savadlı, sənətkardır, təkrarsız səs tembrinə malikdir. Teymur Əmrahı dinləyərkən insan dincəlir, zövq alır. Onun oxuduğu mahnılar insanlara oxumaq öyrədir, zövqünü formalaşdırır. Teymur Əmrah, yəni sənət nöqteyi nəzərdən müzakirə olunmaz. Müzakirə olunmazdır. Qaldı ki, acından ölmək məsələsinə. Teymur Əmrah acından ölmür. Teymur Əmrah 2 yerdə çalışır. Aylıq gözəl maaşı var. Kooperativ tədbirlərdə dəvət alır. Üstəgəl dövlət tədbirlərində dəvət alır. Dövlət də ona qonorar verir. Teymur Əmrahı öz məclisində görmək istəyən xüsusi insanlar var. Musiqiyə dəyər verən insanlar var, Teymuru dinləmək istəyən insanlar var. Çox gözəl də qonorar verirlər. Teymur müəllim gedir, orada çıxış edir və qonararı alır. Yəni Teymur müəllim acından ölmür. Bunu da belə qoyaq, Kərimə yəqin səhv məlumat veriblər. Amma əslində böyük sənətkar olasan və də acından öləsən, əlbəttə kim istəyər ki, Kərim biznes yolunu tutub, Kərim qazanır, toy yolunu tutub. İndi toyun biznesi, yəni müğənninin biznesi toydur və yaxud da konsertlərdir, pullu. Səhnə. Səhnə, yəni haradakı pul var. O da o yolu tutub, onu da biz tənqid edə bilmərik, təqsirləndirə bilmərik. Bu insan real həyatda yaşayır, evdə evladı olan insan, yaxınları olan insan düşünməlidir, onları yedizdirməyi də bacarmalıdır, yəni tələbatlarını ödəməyi bacarmalıdır. Bunun geyimi var, bunun yeməyi var, bunun təhsili var, bunun gələcəyi var. Nəysə tükrədə birikdirməlidir, yığmalıdır ki, gələcəkdə istifadə edə bilsin. Yəni Kərim də haqlıdır, Teymur müəllim də haqlıdır. Kərim haqlıdır ki, biznes tutub pulunu qazanır. Müqayisə baxımından yəqin Kərim onu deyir. Amma Kərim bir də yanlışlar var ki, acından ölmək, burada qıcıqlandırıcı söz acından ölmək söhbətidir. O da yoxdur. O acından ölmür Teymur.